Şırdalı bizdə güclü lider oldu. Bizdə vahid komandanlıq olmadı. Xalqı bir yerə birləşdirən güc tapılmadı. Hərdən deyirlər ki, biz birləşdirə bilmirik. Yox, belə şey yox. Azərbaycanlar güclü xalqdır. Tarix də göstərdik ki, bunlar güclü xalqdır. Və biz bir daha son hadisələrdə göstərdik ki, biz nə qədər möhtəşəm, birliyi sevən, həmrəyliyi sevən. Ancaq bunları birləşdirən bir liderimiz. Biz 90-cı ildə müharibə Qarabağda başlayanda, yəni SSRİ 91-ci ildə dağıldı, qardaşın xəyanət nəşəsi dağıldı və 92-ci ildə 17 iyunda AXC Müsavat Birliyi hakimiyyətə gəldi. Demək, hərc-mərci yarandı və Azərbaycan öz torpaqlarını itirdi. Bu demək deyil ki, Azərbaycan xalqı məğlub xalq. Azərbaycan xalqının gücü yox. Sadəcə olaraq bizi yönəldən bir lider. Və 93-cü ildə demək olar ki, parçalamaq, vətəndaş müharibəsi təhlükəsində yaşayan bir Azərbaycanı birləşdirən bir lider. O vaxtı Naxçıvanda bir kilometr. Heydər Əliyev. Gözdən Heydər Əliyev götürmüş. Yəni, o şəxsiyyətdən başqa ikinci bir adam yox dedik ki, Azərbaycanın bu dağılmaq təhlükəsində. Cənubdan Talış Muğam Respublikası, şimaldan Saqlalçılar, qərbdən bu Rusiya, başqa dövlətlər, Ermənistan, Azərbaycan demək olar ki, parçalayıqdır. Bakı kəndləri mütəlim rəhbərliyi ilə bu vaxt ilə Bakını ayırmaq istəyirlər. Yəni, Azərbaycan hissələrə parçalanmalıdır və Azərbaycan plan bir vətəndaş müharibəsində. Və belə bir ağır vəziyyət, Azərbaycan iqtisadiyyatı tamam olmuşdur, büdcəsi boş idi. İnsanlar çörək növbəsində günlərlə cavan idi. Mən o vaxt yataqxanada yaşayırdım, 2 dost idi. Demək, birimiz saat 4'də dururdu, gedirdi İngilizlərin o konsert salı var, onun yanında çörək mağazı var. Orada dayanırdı, birimiz də 28'də o bir qədəməyli mağazı 10 qabalı. Kim tuttu o vaxtı, mobil də yoxdur. Biz necə birimizdə xəbər ki, onu da ben istəyirəm açılı. Yəni, elə vaxt olur ki, biz ikimiz çörək növbəsi çörək çatırız. Demək, gecə saat 4'də mənim yadımdadır. Demək, düz gündüz saat 1'ə cavan oğlan, o vaxtın mənim 20-21 yaşım var idi, ac, yalavac və bir də çörək çatmaq. İnsanlar bir-birini ətini yiyir, cımıq yiyir. Yəni, elə bir vəziyyətdə edərəli hakimiyyətə gəldi və onun davamında çox ciddi məsələlər gəldi. O yanda Ermənistan, Rus ordusu Azərbaycan ərazisinə sürətlə irəliyir. Yəni ki, işğal davam edir. Azərbaycanda ordu sistemi yox idi, hamısı özəl ordu birləşmələri, şəxsi ordu. Arası bir silah dəstə düzəltmişdi, başına yığmışdı və gör ki, müharibə var. Ordu yox idi, vahid komandanlıq yox idi. Bir yandan bu, bir yandan ölkə dağılır, ölkə daxilində artıq vətəndaş müharibəsi tam ərəfəsində yaşayır. İnsanlar artıq başqa bir yolluq. Yəni, vətəndaş müharibəsindən qaçılmaz bir vəziyyət gəlmişdir. İqtisadiyyat dağılır, ölkə yox vəziyyətlərdir. Müharibə gedir. Müharibə gedir. Mən üzr istəyirəm, o vaxt Naxçıvanda, rəhmətli bu önlərindən biz o zərəfi yaşamışıq. Hamımız bir yerdə. Ona görə davamçısına başqası olar. Yəni ki, Heydər Əliyev gəldi, demək olar ki, şəxsi nüfuzu var. Uzun müddət büronun üzvü olur, mərkəz büronun üzvü olur. Uzun müddət şəxsi nüfuzu ilə bu, demək olar ki, Azərbaycanı xilas edir. Ölmüş, ölüm yaxınlığında can veren bir Azərbaycanı dünya dövlətləri sırasına çıxarır. Dövlətçilik bərpa edir. Ancaq nə yaxşı ki, o ailədə onun bir varisi yetişirmiş. Nə yaxşı ki, o ailədə İlham Əliyev anadı olur. Heydər Əliyevin tərbiyəsi görmüş bir insan, onun özü qədər inandığı bir insan hakimiyyətə gəldi 2-3-cü ildə. İlham Əliyev sevməyi nədir? O, Azərbaycanın bir çərqi. Dünyaya tanır. O vaxt dünyada heç bir yerdə Azərbaycan tanıyır yox. Dünyaya tanır. Bəli, dünyaya tanır. Və o dünya ölkələri artıq Azərbaycanla hesablaşma başladı. Bugün Qafqazın, demək, Zaqafqasiya ölkə, 3 ölkənin
ümumi müdaxili məhsulun 75%-i Azərbaycanın vardır. Regionda elə bir məsələ yoxdur ki, Azərbaycanın razılığı ilə hal olunsun. Yəni, bütün məsələlərdə Azərbaycan hesablaşır. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında rəhbərlik elədi, uğurlu rəhbərlik elədi. Yəni, Azərbaycan bugün qoşulmama hərəkatı rəhbərlik edir, 120 ölkənin təmsil olunmuş qoşulmama hərəkatı. Yəni, Azərbaycan artıq beynəlxalq təşkilatların, forumların keçirdiği bir meydana çevirir. Azərbaycan tanınır, Azərbaycan Afrikada tanınır, Amerikada tanınır, nə bilim, Asiyada tanıyırlar, Avropada, bütün dünya Azərbaycan artıq tanıyır. Və İlham Əliyev bunu elədi. İlham Əliyev zərgər dəqiqliyə vaxtda riayət elədi. Yəni, tez başlasaydı, ola bilər uğursuz olar. Və o bilirdi nəyə həsən başlamaq lazım. Qınyanlar var. O vaxtı bəzi milləti sevməyən, özünü müxalifət adlandıran insanlar, dövlətçidə heç bir hörmətli olmayan insanlar deyirlər ki, yox, bu Qarabağda heç bir rəng qalırmaz. Ama çoxları deyirdi. Hatta bir inamsızlıq şeyə getmişdi. İlham Əliyev bütün siyasi o resurslardan istifadə elədi. Beynəlxalq təşkilatlarla danışıqlar apardı, BMT ilə danışıqlar apardı, Avropa Şurası ilə, Minsk qrupu ilə yüzlərlə, minlərlə görüşlər keçirdi. Bunlardan heç nə çıxmamış. İlham Əliyev dedi, biz Qarabağı tam istedik. Biz heç kimə bu Qarabağı verməliyik. Bunu hamı bilsin. 2020-ci ildə sentyabrda əməliyyat başladı. Və görün necə sürətlə. Bugün dünyanın hərbi tarixində demək olar ki, yazılası bir əməliyatdır. Bugün müharibə ocaqları bugün də, dünən də, ondan qabağı da, ondan sonra da var. Azı baxın.